Suya nəzərən sürəti V olan üzgüçü, axıntı sürətinin VA olduğu çayda şəkildəki kimi üzməyə başlayır. Buna əsasən üzgüçü qarşı sahilə hansı nöqtədə çıxar? Qarşı sahilə hansı nöqtədən çıxmağını bilmək istəyiriksə, üzgüçünün sürətinin üzərinə çayın sürətini əlavə etmək lazımdır. Baxın, çayın axın sürəti sağ tərəfə doğru 2 bölgüdür. Deməli, biz sağ tərəfə doğru 2 bölgü olan bu vektoru bunun ucuna əlavə edirik. Və başlanğıcdan başlayırıq, bitişə doğru gedirik. Başlanğıcdan bitişə doğru çəkdiyimiz bu düz xətt, deməli, üzgüçünün getdiyi yoldur. Deməli, N nöqtəsindən qarşı sahilə çıxar. Sualın doğru cavabı da D variantı olar. Suya nəzərən sürətləri Vx və Vy olan üzgüçlərdən X üzgüçüsü qarşı sahillə M nöqtəsində çıxır. Buna əsasən Y üzgüçüsü qarşı sahilə hansı nöqtədən çıxar? Deməli, X üzgüçüsü M nöqtəsindən çıxıb. X üzgüçüsü buradan başladı. Bu şəkildə bir yol izlədi və gəldi M nöqtəsindən çıxdı. Deməli, X üzgüçüsünün sürətinin üzərinə çayın sürətini əlavə edirik. Deməli, biz buradan tapırıq ki, çayın sürəti sağ tərəfə doğru 1-ə bərabərdir. Deməli, bu çayın axın sürətidir. Eyni şeyi Y üzgüçüsü üçün də edirik. Çayın axın sürətini bunun üzərinə əlavə edirik və başlanğıcdan sona doğru çəkdiyimiz düz xətt bu Y üzgüçüsünün getdiyi yoldur. Deməli, Y üzgüçüsü də M nöqtəsində qarşı sahilə çıxacaq. Sualın doğru cavabı C variantı olacaqdır. Suya nəzərən sürətləri Vx, Vy, Vz, Vp olan üzgüçlər axıntı sürətinin Va olduğu çayda şəkildəki kimi üzməyə başlayırlar. Buna əsasən hansı üzgüçlər qarşı sahilə eyni nöqtədə çıxarlar? Axıntının sürətinin sağ tərəfə doğru bir bölgü olduğunu görürük. Deməli, bunun üzərinə bir bölgü əlavə edirəm. Və bu şəkildə çəkdiyimiz düz xətt bu üzgüçünün getdiyi yoldur. Deməli, X üzgüçüsü burada qarşı sahilə çıxar. Y üzgüçüsünə baxırıq. Y üzgüçüsünün də üzərinə çayın axın sürətini əlavə edirik və başlanğıcdan bitişə doğru çəkdiyimiz bu vektor, bu düz xətt Y üzgüçüsünün getdiyi yoldur. Deməli, Y üzgüçüsü burada qarşı sahilə çıxıb. Sonra Z üzgüçüsü üçün də çayın axın sürətini əlavə edirik bir bölgünü və görürük ki, Z üzgüçüsü bu şəkildə bir düz xətt izləyərək qarşı sahilə bu nöqtədən çıxmışdır. P üzgüçüsü, onun da üzərinə çayın sürətini əlavə edirik və başlanğıcdan bitişə doğru çəkdiyimiz bu düz xətt P üzgüçüsünün gəldiyi yoldur. Deməli, P üzgüçüsü də buradakı nöqtədən çıxır. Yəni, Y və P üzgüçüləri eyni nöqtədən qarşı sahilə çıxarlar və sualın doğru cavabı Y variantı olar. Suya nəzərən sürəti 6 metr/saniyə olan üzgüçü, axıntı sürətinin 2 metr/saniyə olduğu çayda şəkildəki kimi üzməkdədir. Buna əsasən, üzgüçü K-dan L-ə 50 saniyədə çatırsa, KL uzunluğu neçə metrdir deyir bizə. Burada görürük ki, üzgüçünün sürəti ilə çayın axın sürəti eyni istiqamətdədir. Deməli, biz bu sürətləri toplayırıq. Çayın axın sürəti ilə üzgüçünün sürətlərini toplayırıq. Bu da olur 8 metr bölünsün saniyə. KL uzunluğunu, yəni deyək ki, S yerdəyişməsini tapmaq istəyiriksə, buradakı bu 8 metr/saniyə sürəti zamana, yəni 50 saniyəyə vururuq. Bu da olur 400 metr. Deməli, KL aralığındakı məsafə 400 metrə bərabərdir. Sualın doğru cavabı B variantıdır. 5-ci sualda, suya nəzərən sürəti 10 metr/saniyə olan üzgüçü, axıntı sürətinin 3 metr/saniyə olduğu çayda şəkildəki kimi üzür. KL uzunluğu 280 metr olduğuna görə üzgüçü K-dan D-yə neçə saniyədə çatar? Burada
üzgüçü axının əks istiqamətində getdiyini görürük. Əks istiqamətində getdiyi üçün bu sürətləri bir-birindən çıxırıq. Yəni üzgüçünün sürətindən çayın axın sürətini çıxıram. Və bu da olur 10 çıxılsın 3. Yəni 7 metr bölü saniyə. Biz buradan t zaman müddətini tapmaq istəyiriksə, yəni neçə saniyədə çatdığını bilmək istəyiriksə, ümumi s yer dəyişməsini v-yə, yəni sürətə bölməyimiz lazımdır. Deyək ki, ümumi sürət. O da bərabərdir. Kale aralığının 280 metr olduğunu nəzərə alaraq, sürətə, yəni 7-yə bunu bölürük və nəticədə sualımızın doğru cavabı olur 40 saniyə. Davam edirik 6-cı sualla. Axıntı sürətinin 2 metr bölü saniyə olduğu çayda suya nəzərən sürəti 8 metr bölü saniyə olan üzgüçü şəkildəki kimi üzür. Buna əsasən üzgüçü qarşı sahilə neçə saniyədə çatar? Neçə saniyədə çatdığını bilmək üçün yazarıq. T bərabərdir SY bölünsün VY. O da bərabərdir. Qarşı sahil buradan 160 metr uzaqlıqdadır. O zaman SY yerinə 160 metr yazıram. VY, yəni belə deyək, sürəti proyeksiyalasaq Y oxu istiqamətində və yəni bu Y oxu yuxarı doğru olduğunu fərz etsək, X oxunun bu tərəfə doğru olduğunu fərz etsək, Y oxu istiqamətində sürət, yəni yuxarı doğru olan sürət 8 metr bölü saniyəyə bərabərdir. Deməli, biz bunu 8 metr bölü saniyə olaraq hesablayacağıq və bu da olacaqdır 20 saniyə. Deməli, 20 saniyə sonra qarşı sahilə çatar və sualın doğru cavabı C variantı olar. Davam edirik 7-ci sualla. Suya nəzərən sürəti 5 metr bölü saniyə olan üzgüçü, axıntı sürətinin 3 metr bölü saniyə olan çayda B-dən neçə metr uzaqlıqda qarşı sahilə çıxar? Yenə biz birinci növbədə hansı zaman müddətində qarşı sahilə çıxdığını tapaq. T bərabərdir SY bölünsün VY. O da bərabərdir. Qarşı sahil buradan 80 metr uzaqlıqdadır və VY 5 metr bölü saniyəyə bərabərdir. 80 metri 5 metr bölü saniyəyə bölürük və zaman müddəti alınır 16 saniyə. Nə qədər uzaqlıqda qarşı sahilə çıxdığını tapmaq istəyiriksə, yaza bilərik SX bərabərdir VX vurulsun T. VX nədir? VX axıntı sürətidir, yəni 3 metr bölü saniyədir. T də zaman müddəti, yəni 16 saniyədir. 3 metr bölü saniyəni 16 saniyəyə bölürük və 48 metr sualın doğru cavabı olur. 8-ci sualda. Suya nəzərən sürəti 10 metr bölü saniyə olan üzgüçü, axıntı sürəti 5 metr bölü saniyə olan çayda B-dən neçə metr məsafədə qarşı sahilə çıxar? V sürətini 2 dənə proyeksiyaya ayıracağıq. Bunlardan biri yuxarı istiqamətdə yönələn VY, yəni V sinus alfadır. Digəri isə sağ tərəfə doğru yönələn VX-dir, yəni V kosinus alfadır. V sinus alfa, yəni 10 vurulsun sinus 37. O da eləyir 6 metr bölü saniyə. Deməli, yuxarı doğru sürət 6 metr bölü saniyəyə bərabərdir. Sağ tərəfə doğru sürət isə 10 vurulsun 0,8. Yəni 8 metr bölü saniyəyə bərabərdir. İndi VY-in 6 metr bölü saniyə olduğunu tapdıq. Biz buradan T-ni tapa biləcəyik. T bərabərdir SY bölünsün VY. Buradan T bərabərdir SY, yəni qarşı sahilin uzaqlığı 120 metr. VY-i 6 metr bölü saniyə hesabladıq. Biz buradan T-ni tapsaq, T bərabərdir 20 saniyə olacaqdır. Yəni bu üzgüçü 20 saniyə sonra qarşı sahilə çıxacaqdır. İndi biz tapacağıq ki, B nöqtəsindən hansı uzaqlıqda, yəni hansı məsafədə, biz burada deyək ki, SX məsafəsi var, bu SX məsafəsini hesablayacağıq. Yaxşı, bunu necə hesablaya bilərik? Bunu hesablamaq üçün sağ tərəfə doğru olan 8 metr bölü saniyə ilə sağ tərəfə doğru olan axıntı sürətini, yəni çayın sürətini toplayırıq. Nə qədər oldu? 13 metr bölü saniyə oldu. Bax, bu 13 metr bölü saniyəni vururuq zaman müddətinə, yəni 20 saniyəyə.
Bu da olur. Deməli, buradan Sx-i tapırıq 260 metr. Deməli, sualın doğru cavabı Y variantıdır. 9-cu sualla davam edirik. Axıntı sürəti VA olan çayda suya nəzərən sürətləri Vx, Vy, Vz olan üzgüçlər şəkildəki kimi üzməyə başlayır. Buna əsasən üzgüçlərin qarşı sahilə çatma müddətləri arasında hansı münasibət doğrudur? Qarşı sahilə çatma müddəti T bərabərdir Sy bölünsün Vy ifadəsi ilə müəyyən olunur. Yəni biz burada sürətin y oxu üzərindəki proyeksiyasını nəzərə almalıyıq. Biz burada birinci, bax bunun y oxu üzərində proyeksiyasının 2 bölgü olduğunu görürük. Bu da yuxarı doğru 2 bölgüdür. Yəni bu da 2-yə bərabərdir. Y oxu üzərində proyeksiyası hər ikisi yuxarı doğru 2 bölgü olduğu üçün deməli bunlar bir-birinə bərabərdir. Yəni TY və TZ bir-birinə bərabərdir. Amma biz burada görürük ki bu yuxarı doğru 3 bölgüdür. Yəni sürəti y oxu üzərindəki proyeksiyası daha böyükdür. Sürəti daha böyük olduğu üçün zaman daha kiçikdir. Ona görə buna Tx ən kiçikdir deyə bilərik. Deməli, Ty ilə Tz bir-birinə bərabərdir. Tx isə ən kiçikdir. Sualın doğru cavabı B variantıdır. 10-cu sualla davam edirik. Suya nəzərən sürəti V'yə olan bir üzgüçü K'dan L-ə 10 saniyədə gedir və suya nəzərən sürətinin modulunu dəyişmədən L-dən K'ya 30 saniyədə geri qayıdır. Buna əsasən üzgüçünün suya nəzərən sürətinin modulu nəyə bərabərdir deyir bizə. Baxın, ilk növbədə onu deyək ki, burada gedəndə və qaydanda getdiyi yollar bir-birinə bərabərdir. Gedəndə necə hesablanır? Toplanılır. Çünki çayla eyni istiqamətdə gedir. Yəni, Y üzgüçüsü ilə axıntının sürətini toplayırıq və bunu vururuq zaman müddətinə, 10 saniyəyə. Bax, bu getdiyi yoldur. Geri qaydanda da yol, eyni yol olduğu üçün yolları bir-birinə bərabər edirik. Və geri qaydanda isə biz sürətlərin fərqini tapırıq. Çünki geri qaydanda çayın axınının əks istiqamətində hərəkət edir və 30 saniyədə geri qayıdır. Ona görə bura 30'u yazıram. O zaman biz buradan 10 ilə 30'u ixtisar aparaq, burada 3 qalar. Yəni belə bir şey alırıq. Vy üstəgəl Va bərabərdir. 3 qaldığı üçün 3'ü də mötərizəyə vuranda olur 3 Vy çıxılsın 3 Va. Buradan 3 VA-nı bir tərəfə, V'ni də digər tərəfə attığımızda nə alınır? Deməli, 4 VA bərabərdir 2 Vy. Və buradan da tapırıq ki, Vy bərabərdir, hər tərəfi 2'yə böldük, buradan Vy bərabərdir 2 Va aldıq. Deməli, Y üzgüçüsünün sürətinin modulu axın sürətinin modulundan 2 dəfə böyükdür. Buradan Vy bərabərdir 2 vurulsun Va-nın yerinə də 2 yazarıq və buradan V'nin 4 metr bölü saniyə olduğunu tapmış olarıq. Deməli, sualımızın doğru cavabı A variantıdır. 11-ci sualda suya nəzərən sürətləri V1, V2, V3 olan üzgüçlər axıntı sürəti Va olan çayda şəkildəki kimi üzməyə başlayır. Buna əsasən üzgüçlərin qarşı sahilə çatma müddətləri arasında münasibət necədir? Qarşı sahilə çatma müddətlərini müqayisə etmək üçün hər birinin y oxu üzərində proyeksiyasını tapmaq lazımdır. Birinci növbədə V1y bərabərdir. V1 vurulsun sinus 53. Bax, burada 53 dərəcəlik bucaq var. V1 5V'yə bərabərdir. Deməli, 5V vurulsun sinus 53. Yəni 0,8. Bu oldu 4V. V2y, V2 zaten yuxarı doğrudur. Yəni y oxu üzərində proyeksiyası zaten 5V'yə bərabərdir. Üçüncünün y oxu üzərində proyeksiyasını tapmaq üçün də V3 sinus 30 dərəcə yazmağımız lazımdır. O da bərabərdir. V3 8V'yə bərabərdir. 8V'ni də sinus 30'a vuranda, yəni 0,5'ə vuranda alınır 4V. Biz buradan müqayisə etsək görərik ki, V1y, V1y ilə V3y bir-birinə bərabərdir. Yəni hər ikisi 4V'yə bərabər olduğu üçün bunlar bir-birinə bərabərdir. V2y isə bunlardan böyükdür. Bax, bu şəkildə yazdıq.
İndi biz müddətləri müqayisə etdiyimiz üçün t bərabərdir sy bölünsün vy yazırıq. Yəni qarşı sahilə çatma müddəti sürətin y oxu üzərindəki proyeksiyası ilə tərs mütənasibdir. Ona görə də bunun tərsinəsini yazacağıq. Yəni t1 ilə t3 bir-birinə bərabərdir, amma işarəni əksinə çeviririk. t2-dən böyükdür. Deməli, sualımızın doğru cavabı Y variantı olmalıdır. 12-ci sualla davam edirik. Suya nəzərən sürəti V olan üzgüçü, axıntı sürəti 9 metr bölü saniyə olan çayda şəkildəki kimi üzür. Üzgüçü 20 saniyə sonra qarşı sahilə L nöqtəsində çatırsa, üzgüçünün suya nəzərən sürətinin modulu nəyə bərabərdir? Deməli, birinci növbədə biz burada VY tapa bilərikmi? Bəli, VY bərabərdir SY bölünsün TY yazmağımız doğru deyil. VY bərabərdir SY bölünsün T. Bu da bərabərdir SY 240 metrə bərabərdir. T'nin qiyməti isə 20 saniyədir. 240 metri 20 saniyəyə bölərik və buradan VY-in 12 metr bölü saniyə olduğunu taparıq. Deməli, bu sürətin Y oxu üzərindəki proyeksiyası 12 metr bölü saniyədir. İndi bu cisim K nöqtəsindən başlayıb niyə düz xətt boyunca L nöqtəsinə gəlib? Çünki burada çayın axınının əks istiqamətində olan bir sürət var. Bu sürətin X oxu üzərində proyeksiyasıdır. Yəni elə bil ki, sağa 9, sola da 9 olarsa bunlar bir-birini aparar və cisim düz xətt boyunca tam düz xətt şəklində yuxarı doğru bax, yəni L istiqamətindən çıxar. Nə sağa getməz, nə də sola getməz. Çünki sağa olan sürətlə sola olan sürət bir-birlərini tarazlaşdırırlar. İndi baxın, 12 metr bölü saniyə buradır, 9 metr bölü saniyə də buradır. Yəni VY 12 metr bölü saniyədir, VX isə 9 metr bölü saniyədir. Biz buradan V-ni tapmaq istəyiriksə, kök altında 12-nin kvadratı üstəgəl 9-un kvadratı yazmağımız lazım. Yəni bildiyimiz Pifagor teoremi. Bu da eləyir kök altında 144 üstəgəl 81. 144-də də 81 gələndə 225 olur. 225-dən də kök alsaq alınır 15 metr bölü saniyə. Sualımızın doğru cavabı deməli C variantıdır. Davam edirik 13-cü sualla. Suya nəzərən sürəti V-yə olan bir üzgüçü, axıntı sürəti VA olan bir çayda K-dan elə 2T müddətdə gedir, sonra 5T müddətində geri qayıdır. V-yə bölü VA nisbətini bizdən soruşur. Biz bilirik ki, axıntı ilə eyni istiqamətdə getsə, bunlar toplanar. Yəni V-yə üstəgəl VA və 2T müddətində gedibmiş. Geri qaydanda isə əks istiqamətdə olduğu üçün V-dən VA-nı çıxırıq. Və bu da 5T müddətində geri qayıdıb. Ona görə bura 5T yazırıq. T'ləri ixtisar apardım. Qaldı nə? Burada da mötərizəni açaq. 2VY üstəgəl 2VA bərabərdir. Burada da mötərizəni açsaq 5VY çıxılsın 5VA alırıq. İndi VY-ni o tərəfə, VA-nı bu tərəfə atsaq alınar nə? 7VA bərabərdir 3VY. Bizdən VY bölü VA nisbətini soruşur. VY bölü VA bərabərdir 7 bölü 3. Deməli, sualımızın doğru cavabı 7 bölünsün 3'dür. O da D variantında verilmiştir. 14-cü sualla davam edirik. Suya nəzərən sürətləri V1 və V2 olan üzgüçülər, axıntı sürəti VA olan çayda şəkildəki istiqamətdə üzməyə başlayırlar. Buna əsasən üzgüçülər qarşı sahildə bir-birindən hansı məsafədə qarşı sahilə deməli çıxarlar. Birinci növbədə birincinin Y oxu üzərində proyeksiyasını tapaq. V1Y bərabərdir 10 vurulsun sinus 37. Yəni 10 vurulsun 0,6. O deyilir 6 metr bölü saniyə. Hansı zaman müddətində çıxar bunu tapsaq, T bərabərdir SY bölünsün VY yaza bilərik. O da bərabərdir 120 metr qarşı sahillə bu sahil arasındakı məsafədir. Sürətin Y oxu üzərindəki proyeksiyasını 6 metr bölü saniyə tapdıq. 120 metri 6 metr bölü saniyəyə bölərik və 20 saniyədə birinci cisim qarşı sahilə çıxar. Sonra birinci cismin X oxu üzərindəki proyeksiyası 10 vurulsun kosinus 37'dir. Yəni 10 vurulsun 0,8'dir. Bu da eləyir 8 metr bölünsün saniyə.
Deməli, birinci cismin x oxu üzərində proyeksiyası bu tərəfə doğru 8 metr bölü saniyədir. Onu bu tərəfə doğru isə 3 metr bölü saniyə sürətlə çay aparmaq istəyir. İstiqamətlər əksdir, yəni 8 metr bölü saniyə ilə 3 metr bölü saniyə əks istiqamətdədirlər. Əks istiqamətdə olduğu üçün bunlar çıxılır, yəni olur 7 metr bölü saniyə və biz buradan Sx-i tapsaq, Sx bərabərdir 10 ilə 3 əks olduğu üçün 7-dir və vururuq zamana. Zamanı nə tapdıq? 20 saniyə tapdıq. 7-ni 20-yə vururuq və bu olur 140. Deməli, 140 metr məsafədə birinci cisim qarşı sahilə çıxdı. Yəni, L nöqtəsindən 140 metr bu tərəfə. İndi ikinci cismi tapaq. İkinci cismin də Y oxu üzərində sürətini tapsaq, V2Y bərabərdir V2 vurulsun sinus 53. Yəni, 10 vurulsun 0,8. O da eləyir 8 metr bölünsün saniyə. T'ni tapsaq, T bərabərdir. Deməli, SY, yəni 120 metr bölünsün qarşı sahil VY-in qiyməti də 8 metr bölü saniyədir. 120 də 8-ə bölürük, alınır 15 saniyə. Biz buradan V2X-i tapsaq, V2X bərabərdir V2 kosinus 53. Yəni 10 vurulsun 0,6. O da eləyir 6 metr bölü saniyə. İndi biz burada baxırıq ki, 3 metr bölü saniyə çayın axın sürəti var. Bu tərəfə doğru da 6 metr bölü saniyə də ikincinin x oxu üzərində proyeksiyasıdır. 6 burada, sonra 3 də burada. Deməli, 9 metr bölü saniyə ümumi x oxu üzərindəki qiymətdir. O zaman Sx-i tapanda 9-u vururuq neçəyə? 9-u vururuq zaman müddətinə, yəni 15-ə. 9-u 15-ə vuranda da alırıq 135 metr. Deməli, biri sol tərəfə doğru 140 getdi, biri isə sağ tərəfə 135 getdi. Aralarında nə qədər məsafə var? 140 ilə 135-in toplamı qədər. Yəni 275 metr məsafə var aralarında. Sualın doğru cavabı ona görə də Y variantıdır. Nəfəsim kəsildi bu sualı izah eləmədə. Davam edirik 15-ci sualla. Suya nəzərən sürəti 5 metr bölü saniyə olan bir üzgüçü, axıntı sürətinin 3 metr bölü saniyə olduğu çayda K-dan L-ə, L-dən M-ə üzərək gedir. KL və LM aralıqlarının 160 metrə bərabər olduğunu deyir. Buna əsasən üzgüçü K-dan M-yə neçə saniyədə çatar? İndi suya nəzərən sürəti 5 metr bölü saniyədir. Suya nəzərən bax bu istiqamətdə daxil olmalıdır suya. Niyə desəniz? Çünki onu bu istiqamətdə çay aparacaq və nəticədə o düz xətt boyunca K-dan L-yə gedəcək. Buna görə də deməli onun suya nəzərən sürəti bax göstərdiyim qırmızı vektor istiqamətində olmalıdır. Deməli, bunun bir dənə bu tərəfə doğru x oxu üzərində sürətinin proyeksiyası var. Bu 3 metr bölü saniyədir. Dediyim kimi, sağ tərəfə doğru 3 var deyə, sol tərəfə doğru da 3 olmalıdır ki, bu 3 ilə 3 bir-birini tarazlaşdırsın və cisim düz xətt boyunca K-dan L-yə getsin. İndi, bura aydın məsələ. İndi biz Pifagor teoreminə əsasən bilirik ki, düzbucaqlı üçbucaqda katetlər 3-4 olanda hipotenuz 5 olur. Deməli, burada 5 varsa, burada biri 3-dürsə, o zaman bu birisi katetdə 4-ə bərabər olur. Yəni, sürətin deməli Y oxu üzərindəki proyeksiyası 4 metr bölü saniyədir. Yaxşı mı? İndi, buranı tapdıq. KL aralığının 160 metr olduğunu deyir. Deməli, SY 160 metrə bərabərdir. Gəlin T'ni tapaq. T bərabərdir SY bölünsün VY. O da bərabərdir 160 bölü 4, o da bərabərdir 40. Deməli, 40 saniyəyə K-dan L-yə getdi. K-dan L-yə 40 saniyə müddətində çatdı. İndi gəldi L-yə. L-də sürəti, suya nəzərən sürəti 5 olduğu üçün, deməli, bu tərəfə doğru 5 metr bölü saniyə bir sürəti var. Suyun da öz axın sürəti var, 3 metr bölü saniyə. Su ilə eyni istiqamətdə getdiyi üçün bunlar toplanacaqdır. Yəni, ümumi sürət olacaqdır 8 metr bölü saniyə. Nə qədər məsafədir? 160 metr məsafədir. T'ni tapsaq buradan T bərabərdir 160 bölü 8 yazarıq, o da eləyər 20 saniyə. Deməli, L-dən M-yə 20 saniyə müddətində getmiş oldu. KL aralığını 40 saniyədə, LM aralığını isə 20 saniyədə getdi. Və ümumi sərf olunan zaman müddəti deməli 60 saniyəyə bərabərdir. Sualın doğru cavabı da D variantıdır. 16-cı sualla davam edirik. Suya nəzərən sürəti V-yə olan üzgüçü, axıntı sürətinin VA olduğu çayda şəkildəki kimi üzməyə başlayır. Buna əsasən üzgüçü qarşı sahilə B-dən hansı D məsafəsində çıxar?
İndi Pifagor teoremini tətbiq etsək, bura 12D, bura 5D'dirsə, o zaman buranın 144 üstəgəl 25, yəni kök altında 144 ilə 25-in toplamı 169 kökdən çıxartdığımızda 13D olur. İndi düşünək ki, çayın axın sürəti yoxdur. Çayın axın sürəti olmasa, bu V sürəti ilə düz yol izləyib C nöqtəsindən çıxacaq. Yəni, biz belə düşünə bilərik, T bərabərdir. Getdiyi yol 13D'yə bərabərdir. 13D bölünsün V yaza bilərik. Deməli, 13D bölünsün V müddətindən sonra qarşı sahilə çıxır. Amma və lakin, bunu axın istiqamətində çay aparır. Çay nə qədər aparır? Bunu düşünək. Çayın aparmasını da belə hesablaya bilərik. Sx bərabərdir Vx vurulsun T. Vx nə qədərdir? Çayın axın sürəti, yəni nə qədərdir? V qədərdir. O zaman biz buradan yazırıq Sx bərabərdir. Çayın axın sürəti V qədər. T zaman müddəti də 13D bölünsün V qədər. Buradan V'ləri aparsaq 13D alarıq. Deməli, çay bunu 13D qədər irəli aparıb. Yəni, C nöqtəsindən 13D məsafəsini aparıb. Deməli, C ilə, məsələn, deyəlik ki, buradan A nöqtəsindən çıxıb, bu C ilə A-nın arası 13D-yə bərabərdir. Burada zaten 12D var. Ümumisi 13D'dirsə, deməli, burada nə qədər məsafə var B ilə A arasında? Deməli, D məsafəsi var. A nöqtəsi deməyək, məsələn, K nöqtəsi deyək. Deməli, B ilə K arasında D məsafəsi var. Yəni, B-dən D qədər uzaqlıqdan qarşı sahilə çıxar. Yəni, 1D uzaqlıqdan qarşı sahilə çıxarmış. Sualımızın doğru cavabı deməli A variantı oldu. Beləliklə, bu videonun da sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.